Doktor salam, necəsiniz? Nə var, nə yox, canınız, başınız. Doktor, Allah canınızı sağ eləsin. Allah sizdən 1000 dəfə razı olsun. Allah sizi var eləsin. 5 ildir ora-bura tökdüyüm pulları yəni üç kursda evlat sevincini yaşatsınız. Allah sizdən 1000 dəfə razı olsun. Sizə nətər Allah hamd olsun, təşəkkür edəcəyimi bilmirəm də. Yəni bu dəqiqə sevincimdən uçuram. Üzr istəyirəm, yoldaşım da 4 həftəlik hamilədir. Yəni 5 ildir biz ora-bura dəymədiyimiz həkimlər qalmadı. Yəni bir mütəxəssis kimi sizdən Allah 1000 dəfə razı olsun. Yəni həqiqətən də işinizi tam dəqiqliyi ilə elədiyiniz üçün, can yandırdığınız üçün çox həkimlərə getdik, pul xətrindən özünüz gördünüz, yazdılar, tökdülər, amma heç bir şey olmadı. Amma siz şəxsən bir doktor kimi yox, bir qardaş kimi mənim yanımdırdınız. Allah sizi var eləsin. İşinizdə sizə arzular, uğurlar müvəqqəti arzulayıram inşallah. Səsiniz həmişə ucalardan gəlsin. Allah sizləri var eləsin, gözəl qardaş, gözəl insan. Doktor, valla yəni həqiqətən bu yaşa görə belə mütəxəssis olmanız mənə həqiqətən deyirəm, and olsun Allaha, nəyəsə görə demirəm, yəni məni heyrətamiz edib. Niyə görə? Çünki maşallah olsun, sizin videolarınıza falan baxırdım, yəni özünüz, dərsiniz, sizdən böyük yaşda böyüklər insanlar var da, sizə də qulaq asırdılar. Yəni mən kimlərin yanına getməmişəm, onu Allah bilir. Həqiqətən Allah bilir. Hələ bir ara əlimdə də üzmüşdüm bir şeydən, amma sizin sayənizdə Allah sizdən 1000 dəfə razı olsun, milyon dəfə. Sən sağ ol, Vüqar. Yaxşı olacaq hər şey. Yəni biz həqiqətən sənin üzərində çox çalışdıq. Bu 3 kurs ərzində getdi. Bizim həqiqətən sağ olsun Tibet məhsullarımız, sağ olsun Tibetin vitamin kompleksləri bu səndə həm inkişafına, həm qalxımına kömək etdi ki, artıq neçə ildir bundan əziyyət çəkirdin və həm sən, həm sənin xanımın o gələn övlad o Tibetin uşağıdır. Mən dedim ki, o Tibetin uşağıdır. Həqiqətən bu daha gözəl olacaq. Nə xoş ki, o uşaq bu məhsullarla, bu Tibetin məhsulları ilə dünyaya gəlib. Laf gözəl.